Ümumiyyətlə, Azərbaycanda sosiologiya elmi təzə-təzə hələ tanınmağa başlayıb. Sosiologiya nədir ümumiyyətlə? Sosiologiyada bir mühüm sahə var, kriminalogiya, cinayət sosiologiyası. Antoni Giddens'in məşhur kitabları var bu sahədə. Ümumiyyətlə, sosiologiyanın ensiklopediyası mən dostlara tövsiyə edirəm ki, oxusun. Orada bir bölümü ayırıb bura. Çox da özü asan yazıb qəşəng. Orada sual budur. Cinayəti yaradan səbəblər nədir? Bunun da böyükləri var, tədqiqatçıları var. Təsnifatlaşdırırlar. Birinci səbəb iqtisadi səbəbdir, işsizlik. İkinci səbəb sosio-kultural səbəblərdir, məsələn, namus. Üçüncü də siyasi səbəblər. İqtisadi səbəblərin rolu böyükdür, yəni işsizlik. Amma iqtisadi səbəblər təkcə işsizlik deyil. Bölgədəki insanların məişət səviyyəsi ilə Bakıdakı insanların məişət səviyyəsində xeyli fərq var. Və kommunal ödənişlərin eyni səviyyədə olması həmin bölgədə yaşayan insanlara qarşı xüsusi haqsızlıqdır, mən düşünürəm. Burada mütləq bir tənzimləmə olmalıdır. Bütün ölkələrdə var, o cümlədən Azərbaycanda. Bu da oturub tənzimlənməlidir. Bölgədə biz qaz limitini ləğv ediriksə, kommunal ödənişləri azaldırırsa, oradakı imkanlılar da, varlılar da eyni səviyyədə bundan yararlanacaqlar. Bu başqa bir problemdir. O da həll olmalıdır. Tibbdə var, hər hansı bir dərman yazırıq, sonra onun fəsadları başqa yerdə də, ona da bir dərman əlavə yazılır ki, o fəsadın qarşısını alınsın. İqtisadi məsələlər də belədir. Mən peşəkar iqtisadçı deyiləm, sosioloji tərəflərini danışmaq istəyirəm. Amma bunların bir-biri ilə əlaqəsi var. Mütləq burada bir baxış olmalıdır. İndi bizim sözümüzə eşidəcəklər, eşitməyəcəklər. Biz sadəcə public discourse yaradırıq. İndi sonra nə ola?